Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina ve nebiyyina ve şefi' zunubina Muhammed ve alihi tahirin. Ben istəyirdim bu dərsimizdə xanım Zəhra salamullahi aleyhanın şəhadəti ilə bağlı bir mövzu açım. Həmən mövzunu tamamlaya bilmədim. Yəni ki, bəzi hədisin sənədi, kitabın etibarı filanı o səbəbdən çatdıra bilmədim. Başqa bir mövzu hazır, qabaqcadan ehtiyat olaraq hazırlamışdım. Onu bu günləri xidmətinizə ərz eləyəcəm və bu mövzudan əldə elədiyimiz savabı hədiyyə eləyəcək hamımız Dünya xanımı, xanım Zəhra salamullahi aleyhaya salavat zikr edək. Bizim namaz qılmağımız, oruç tutmağımız, haramdan çəkinməyimiz, halalı yerinə yetirməyimiz, vacibi tərk etməməyimiz, bütün bu durumda dayanmağımızın bir neçə səbəbi ola bilər. O səbəblərdən də biri imanımızı artırmaq. Biz nə edə bilərik ki, imanımız artsın? Çünki iman öz-özünə artası bir şey deyil. İman bir toxumdur. İman bir zəif bir toxumdur. Həmən o zəif toxum möhkəm olan yeri parçalayıb, içindən çıxıb, nəhəng bir ağaca çevrilə bilər ki, onu hər hansı bir kəsici alətlə kəsmək insan üçün çətin ola bilər. Yəni, zəif bir toxum nəhəng bir ağaca çevrilə bilir. Nə zaman çevrilir? O öz-özünə o hala gələsi deyil. Hər bir şəxsin vəzifəsi odur ki, iman toxumunu münbit yerə əksin və əkdikdən sonra da onun qulluğunda dayanmalıdır. Bugünkü dərsimiz həmən o iman toxumunun qulluğunda dayanmaq üçün və onu bəsləmək üçün bir mövzudur. Biz Allah Taala'nın bizə rəhm eləyib, bəxş elədiyi bu iman toxumunu öz vücudumuzda necə gücləndirək? 10 ədəddən artıq yol var ki, Allah Taala həmən o yollar vasitəsilə insanın imanının güclənməsinə, möhkəmlənməsinə şərait yaradır. Vaxt az olduğuna görə və bunu böləcək bir neçə dərsə, yəni ardıcıl olmayacaq, başqa bir mövzu olacaq, sonra yenidən bu mövzuya qayıdacaq. Bugün 3 imanı gücləndirən səbəbə bir növ nəzər salacaq və biraz genişliyə yol verəcək ki, görək həmən o səbəblər bizim imanımızın güclənməsində nə rolunu oynayacaq. Muhammed və Ali Muhammedə salavat zikr edin. Səbəblərdən biri Qur'an-ı Kərimi oxumaq. Yəni, Qur'an ayələri səbəb olur ki, Allaha və Rəsuluna iman gətirmiş şəxsin imanı neynəsin? Artsın və artmaq da güclənmək deməkdir. Yəni, iman elə ağacdır ki, artdıqca güclənir. Amma ola bilsin, ağac var ki, artdıqca zəifləyir. İman o ağaclardan deyil. Qur'an-ı Kərimi oxumaq və yaxud Qur'an-ı Kərimi eşitmək Allah və Rəsuluna iman gətirmiş şəxsin imanını gücləndirir. İndi onu Qur'an ayələri ilə və hədislərlə bir yerdə əldə edəyim. Diqqət edin.
Allah Teala Kur'an-ı Kerim'de buyurur. Enfal suresinin 2. ayeti. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnemel mu'minune ellezine izâ zukirallah vecilet kulubuhum. İnnema yalnız. Yani hamiye ait değil. Yalnız mümin bendeler o zaman mümin bende hesab olunar ki Allah'ın adı onların yanında zikr olunanda onların kalbinde ne yaranar? Allah'ın xofu yaranar, Allah korkusu yaranar. İnşallah yaxın gələcəkdə, çox uzatmayacaq. Keçən dərsdə də qeyd edildi. Ə'la məratibül ubudiyyə əl-xəşiyyətu. Allaha bəndəçiliyin ən uca mərtəbəsi qorxudur. Yəni qorxudan biz neyinirik? Qaçırıq. Amma mömin bəndələrsə qorxuya neynir? Can atır, qorxunu axtarır ki, qorxsun. Bu haqda inşallah yaxın gələcəkdə çox uzatmarıq, danışacaq. Mövzumuza aid olan hissəsi وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا deyir, Rəbbimiz buyurur, mömin bəndələrin yanında Kur'an ayetleri okunanda zadethum imanen. Hemen bu ayeler sebep olur ki müminin imanı neylesin? Artsın. Yani ayeler müminin imanını artırır. Şimdi böyle bir sual koyak karşımıza. Axı Kur'an ayelerin okuyuruk. Kur'an ayelerin okuyanda yenə də özümüzdə iman zəifliyi görürük. Allahın kəlməsi haqdır. Allahın kəlməsində şəkk eləyən mömin deyil. Allahın kəlməsində şəkkə yer yoxdur. Allah deyirsə, deməli o nədir? Dediyi kimidir. Məsələn, namaz insanı fəhşa, münkərdən neynəməlidir? Çünki Allah deyir bunu. Tənha anil fəhşai vəl munkər. Amma namaz da qılır və fəhşa münkər işlərlə də məşğuldur. İndi burada düz hardadır? Ayə düz deyil, ya həmən o şəxs düz deyil. Allahın kəlməsi haqdır və ayə də öz gücündədir. Amma şərtsiz, və diqqət edin, bu kəlmənin altından bir dəfəlik xət çəkin. İslam dinində şərtsiz, qeydsiz şey yoxdur, bir-iki şey istisna oluna bilər, şərtsiz, qeydsiz olunsun. Ümumi şəkildə nəyimiz varsa hamısı şərtləndir. Namaz. Kefin istədiyi vaxt qıla bilərsən? Yox, vaxt daxil olmalıdır. Təharətin olmadan qıla bilərsən? Yox, gərək təharətlə qılasın. Qəsbi yerdə qıla bilərsən? Yox. O qədər şərti var namazın ki, namaz qıl, məsələn bir nəfər təzə İslam dininə daxil olubsa, ona namazın şərti şurutun başa salsın, deyər ki, qardaş, mənə belə İslam lazım deyil. Onu eləmə, bunu eləmə, bunu elə, bunu elə, birlən namaz, hələ namaz bunu tələb edir. Bəs o bursa əməllər, o get-gedə ona çox çətin gələ bilər. Xülasə, nə zaman Kur'an ayələri bizim imanımızın artmasına səbəb ola bilər? Bu da geniş mövzudur, fəqət müxtəsər üstündən keçirəm. Kur'an ayələrindən bir neçəsini oxuyuram, 3 ayə oxuyacağım. Bismillahirrahmanirrahim. Allah Teala Yunus surəsi 57-ci ayədə buyurur. Ya eyyuhənnas قَدْ جَاءَتْكُمْ مَوْعِذَةٌ مِّنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Allah Teala öz kitabı Kur'an-ı Kerim'in hakkında danışır yine. Deyir ya eyyuhənnas, demir ya eyyuhəl mu'minun, ey insanlar. قَدْ جَاءَتْكُمْ مَوْعِذَةٌ. Kur'an-ı Kerim'i bənzədir Allah Teala mucizeyə. Bir siz için mucize göndermişəm öz tərəfimdən. Və şifaun lima fis sudur. Sudur sadrın cəmidir. Sadr yəni sinə.
Sudur, sinələr. Allah Teala deyir, sinələrdə olan nələrsinsə, Qur'an-ı Kərim nədir? Şəfadır. Nələrsə sinədə var, nələr ola bilir? Kin, küdurət, filan, filan. Cürəbəcür insanın o mənfi deyək, qütbə aparan xislətlər. Qur'an-ı Kərim Allah deyir ki, o sinədəkilər üçün nədir? Şəfadır. Yəni, o Qur'an-ı Kərim ayələri oxunduqca o sinədə olanlar nə olur? Təmizlənir. Buna Allah vədə verir. Deməli, bizim imanımızın zəifləməsinin səbəblərindən biridir. Bu saydıqlarım nədir? Onun əksi imanın zəifləməsidir. Qur'anı dinləmirik. Və Qur'anı oxumuruq. Və Qur'anı da oxuyanda nəyəsə görə oxuyuruq. Bir nəfər mənə sual verib, ona cavab vermək üçün. Amma Qur'anı oturasan məsciddə, evdə Allah məhəbbəti üçün, savab üçün oturub şəxs oxusa, yəni bir kəlmə ilə qürbətən ilallah, qürbətən ilallah oxusa və yəqin bilsin ki, Allah deyir ki, vəsvəsə. Hamısını neynəyəcək? O Qur'an ayələri müalicə eləyəcək. Deməli, bizdə o mənfi xislətlərin qalmasının səbəblərindən biri Qur'an oxumamaq və Qur'an ayələrini dinləməmək. O oxumaq da, dinləmək də gərək qürbətən ilallah qarşılıq güdməmək şərti ilə olmalıdır. Deməli, Qur'an-ı Kərim şəfadır, Qur'an-ı Kərim rəhmətdir, Qur'an-ı Kərim moizədir, Qur'an-ı Kərim hidayətdir. Mövzumuza aid olan hissəsi şifaun limə fissudur. Sinələrdə olan şeytanı nə varsa hamısının əlacı Qur'anlandır. Əgər şəxs özündə şeytanı nəsə hiss eləsə, bilsin ki, Qur'andan uzaq düşüb. Nəuzubillah. Digər bir ayə. Allah Teala bu vacib qeyddir. Allah qeyd gətirir. Maidə surəsi 15 və 16-cı ayələrə diqqət edək. Bismillahirrahmanirrahim. Qad ca'akum minallah nurun və kitabun mubin. Səmadan nə kitab enirsə, Allah ona deyir ki, nurdur və açıq-aşkar insanı hidayət edən bir kitabdır. Nurdur və kitabdır. Yəhdi bihilləhu mən ittəbəə rıdvanəhu. Deməli, bu nurdan, moizədən, şəfadan, hidayətdən, kitabdan istifadə eləməyin, o vədə verilən faydanı əldə eləməyin şərti mən ittəbəə rıdvanəhu. İttiba. İttiba, yəni Allahın buyurduğu əmrlərin arxasıca getmək. Şəxs Allah əmrinin muttəbi'i olsa, Allahı razı salan əməllərdə fəal olsa, ittiba şərti ilə bu vədə onu gözləyir. Yəhdi, Allah Teala hidayət eləyəcək. Subulü səlam. Subul səbilin cəmidir. Səbil yol, səlam əmin-amanlıq. Əmin-amanlıq yolu hidayət yoludur. Əmin-amanlıq yolu cənnətdir. Əmin-amanlıq yolu cənnətə Allahın apardığı yoldur. Allah deyir ki, ittiba qəsdin olsun, mənim və Rəsulumun əmrlərinə itaət qəti qəsdin olsun, həm dildə, həm əməldə mən səni özüm subulüssəlama getməyə şərait yaracam. Yuxricuhum minəz-zulümati ilən-nur. Zülmətlərdən nura aparacam. Və yehdihim ilə sıratın müstəqim. Düz yola hidayət eləyəcəm. Deməli, ittiba şərti var. Sonuncu ayəmiz. Muhammed surəsi salavat zikr eləyəcək.
24-cü ayə nəzər salaq. Bismillahirrahmanirrahim. Əfələ yətədəbbərunəl Qur'an əm alə qulubin əqfaluha. Allah Teala burada bir Qur'an termininə toxunur ki, o özü bir neçə bəhsdə, hətta kitablar yazılıb. Qur'anda tədəbbür. Tədəbbürün mənası yazırlar, düşünmək. Dərindən bir şeyi bir nəfər oturub düşünsə, ərəb dilində ona deyərlər tədəbbərə. Və Allah Teala Qur'an-ı Kərim haqqında Fatihə surəsindən ta sonuncu surəyə gələr, Nas və Fələq surələrinə qədər Allah Teala bütün müsəlmanlardan nə tələb edir? Tədəbbür tələb edir. Tədəbbür haqqında bəzi alimlərin çox gözəl nəzəri var. Buyurur ki, aslu tədəbbüri ən-nazaru fi əvaqibil umur. Tədəbbür kəlməsinin kökü, əslində mənası hər hansı bir işin sonu haqqında düşünmək. Onun sonunu görmək. Hər hansı bir işin sonunu görməyə deyərlər nə? Tədəbbür. Yəni, Allah Teala bizdən Quran ayəsi 24-cü ayə, Peyğəmbərimizin adına olan surədə Allah Teala buyurur, əfələ yətədəbbərunəl Qur'an, tənqid eləyir. Allah Teala tənbih eləyir, tövbih eləyir. Buyurur ki, Qur'anı niyə görə müsəlmanlar tədəbbür eləmir? Qur'anı tədəbbür eləmək nədir? Hər ayəni oxuyanda, məsələn, cənnət ayəsi. Leysə kəmislihi şey. Allahın mislində bir şey yoxdur. Bu ayəni oxudum. Allah məndən nə tələb eləyir? Üstündən keçmək? Yox. Mən bu ayədə düşünməliyəm. Kəlmənin kökünə qayıtsıq mən neynəməliyəm? Yəni bu ileysə kəmislihi şey məni hara aparır? Harada dayandıracaq? O budur. Bunu eləmək bacarsaq, həmən bu insan kimi xoşbəxt insan yoxdur. İstər sıravi namaz qılan mömin qardaşımız olsun, istər mənim kimi adi bir tələbə olsun, istər böyük ulamalarımızdan müştehidlər olsunlar. Əgər Qur'anda tədəbbürə kimsə müvəffəq oldusa, şərt Allah əvvəldən axıra qədər tədəbbür istəyir Qur'anı. Demir bəzi ayələri tədəbbür elə, bəzisini eləmə. Amma biz bu yükün altına girməyimiz ayənin zahirin görə bilmirik. Onda qalmış ayənin sonu harda dayanacaq, onu görək. Bir ayədə müvəffəq olsaq, o bizim üçün axirətimizə yetərli bir azuqə olacaq. Qısa bir kəlmə deyirəm. Bir ayəni tədəbbürlə oxumaq Qur'an-ı Kərimi əvvəldən Fatihə surəsindən Nas Fələq surəsinə qədər oxumaqdan əfzəldir. Təkrar edirəm. Bir ayəni tədəbbür müvəffəqiyyətinə bir şəxs yetişə bilsə, tədəbbürsüz bütün Qur'anı oxumaqdan nədir? Əfzəl sayılır. Çox böyük bir məqamdır. İndi belə bir sual verim, gələcəyinə, indi cavab verməyəcəm, gələcəyinə özüm cavab verəcəm. Allah Teala bizim hamımızdan, istisna olmadan, müfəssir olmaq tələb edir. Görürüz bizdən nə tələb olunur? Hər bir müsəlman nə olmalıdır? Təfsir əhli. Yəni, ayədə sən tədəbbür eləmək üçün kəlmələrin mənasını bilməlisən. Ayədə sən tədəbbür eləmək üçün başqa bir ayəni, onunla onun calaşması var, onu bilməlisən. Ayədə tədəbbür eləmək üçün nasix mənsuxun bilməlisən. Ayədə tədəbbür eləmək üçün amla xasın tapmalısan. Ayədə tədəbbür eləmək üçün mütləq müqəyyədin tapmalısan. Ayədə tədəbbür eləmək üçün bunun hədisini tapmalısan. Tapmalısan, bilməlisən. Deməli, hamımızdan, bizdən
müfəssir olmağı tələb eləyir Allah Teala? Bu suala gələcəkdə özüm cavab verəcəm. Müfəssirliklə tədbir əhli olmağın fərqi nədədir? Yəni tədəbbür etmək insanı müfəssir eləyir ya yox? Onu saxlayaq vaxtına inşallah. Deməli, tədəbbürün kəlmə kimi əl-ayağın yığaq bir yerə. 3 rükünü var tədəbbürün. Deyirəm, geniş mövzudur. Ola bilsin 4 olsun. Ola bilsin, mən tapdığım 3'dür. İnfial, deməli, təəmmül, infial, bir də imtisal. Qısa izah edirəm. Təəmmül, dərindən düşünmək. İnfial, təsir götürmək. İmtisal, itaət etmək. Məsələn, Əhəllallahul bey' və harramər riba. Allah Teala algı satqını halal buyurdu, ribanı ise ne buyurdu? Haram buyurdu. Mən bilmirdim. Bilmirdim, cahil idim. Oxudum, deməli, düşündüm, benim işim ribadır ya bey'dir. Gördüm, yox. Düşüncəm məni gətirdi, çıxartdı, harda dayandırdı? Ribadır, sələmdir mənim bu. Adın qoymuşam mən, halal al ver. Amma bu halal deyil. Dayandım orada, düşüncəm məni gətirib dayandırdı orada. İnfial, infial nədir? Təsir görmək. Əşin nə olsun, işdir də olub. Daha eləmərəm. Bu infial sayılır? Yox, bu infialdır. Ayədən sən ayə dediyi təsiri götürə bilmədin. Həmən adam Allah qorxusundan başlamalıdır. O sələm yolu ilə aldığı malları qaytarmaq üçün dərhal kimdən almışam, kimə verim, birdən ölərəm, çatdıra bilmərəm. Qiyamət günə bu oldu infial. Amma bir təbəssüm çəkib, bilmirdim, indi bildim, daha eləmərəm. Bu infial deyil. Bu inxidadır. Özü-özün aldatmaq. Və sonuncu məqamı imtisal. Harama rəayət etmək. Yəni onu bir daha həyat səhvə yazmamaq. Da artıq bu sənin lüğətnamından nə olmalıdır? Silinməlidir. Qadağan olunmuş kəlmələr qisminə daxil olmalıdır. Tədəbbür haqqında geniş mövzumuz olacaq. Bu Qur'an-ı Kərimdən Qur'an ayələri təzədən təkrar edirəm. Bizim imanımızın güclənməsi üçün biz nə etməliyik? Dinləməliyik Qur'an-ı Kərimi. Oxumalıyıq. Özüm oxuya bilmirəm, başqası oxusun. Oxuyanın yanında gəl otur. Məqsədin olsun nə? İmanın güclənməsi üçün bir vasitə. Onu elə eşitmək yenə də yetərli olmayacaq. Bizdən nə tələb olunacaq? Tədəbbür tələb olunacaq. Tədəbbürlü bir ayə bütün Qur'an-ı Kərimin xətmindən nə sayılacaq? Əfsəl sayılacaq. İndi Əhl-i Beytin kəlməsindən bir neçə hədis oxuyacağım bu mövzuda, amma yenə təkrar eləyirəm. Diqqətli olağın, əgər fikrim aydın deyirsə, hələ mövzu əsnasında sözümü kəsə bilərsiniz. Deməli, Hürrül Amilinin rəhmətullahi aleyh, onun və bütün ulamalarımızın ruhuna salavat göndərək. Vəsail-i Şiə 6-cı cild. Vəsail-i Şiə 6-cı cild. Diqqət edin bu gözəl kəlmələrə. Deməli, İmam Cəfər Sadiq əleyhissalamdan hədis nəql olunur. İmamımız buyurur ki, hədisi imamımız birləşdirir Peyğəmbərə, Peyğəmbərdən nəql eləyir. Qalə, Peyğəmbərimiz buyurub, diqqət edin. Leysə şeyun əşəddu alə şeytan. Deməli, şeytanın tab gətirmədiyi, şeytanın dözə bilmədiyi, şeytanın ən çox nifrət elədiyi, şeytanı ən çox narahat eləyən bir neçə məsələ varsa,
o məsələlərdən də biri Peyğəmbərimiz buyurur ki, Əl-qiraətu fil-mishafi nazarən, Qur'an-ı kərimə baxaraq oxumaq. Əzbər də bilirsən, oxuya bilərsən. O onu o qədər narahat eləməyəcək. Amma Qur'an-ı kərimi sən əlvə alıb, baxaraq oxumaq, Allah Rəsulü buyurur ki, əşəddu alə şeytan, şeytanı ən çox narahat eləyən, ən çox onda möminə qarşı nifrət hissi oyadan əməllərdən də biri və Allaha ən çox aparan nədir? Qur'ana baxaraq oxumaq. Deməli, şeytan narahat olanda yanımızda duracaq? Yox. Narahat olan şəxs narahat olduğu mövzudan neyniyər? Uzaqlaşar. Əgər bizdən şeytan uzaq durmursa, deməli biz Qur'andan nəyik? Uzaq. İkinci hədis. Səhifə 204-də 19-cu bab Kitab-ı Salah, namaz kitabından Əbvab qiraətil Qur'an. Deməli, ikinci hədis. Yenə hədis nəql olunur İmam Cəfər Sadiq əleyhissalamdan. Bu, şəriətdə müştehidə verəcəyi sualın cavabı bu hədisdədir. Əzbərdən oxumaq bəyənilir şəriətdə Quranı, ya baxaraq oxumaq? Hansı məsləhətdir? İmam nə deyir? Çünki müstəhəb hökmü çıxarmaq üçün ya Quran ayəmiz olmalıdır, ya da ki, Əhl-i Beytdən bir hədisimiz olmalıdır. Deməli, İshaq ibn Ammar İmam Cəfər Sadiq əleyhissalama deyir ki, İnni əhfazul Qur'an ən zahri qalbi. Zahril qalb, yəni əzbərdən. Zahr, arxa, kürək deməkdir. Qalb də ürək deməkdir. Zahrul qalb ərəb dilində ikisi bir yerdə gələndə əzbər mənasında gətirir. İshaq ibn Ammar İmam Cəfər Sadiq əleyhissalama buyurur ki, mən Quranı əzbər bilirəm. Tamam. Fəəqrauhu ən zahr qalbi. Və Quranı əzbərdən oxuyaram mən. Afdal əm ənzur fil mishaf. Qurana baxaraq oxumağım əfzəldir, ya əzbərdən oxumağım hansı şəriətdə əfzəldir? Qaləli, İmam Cəfər Sadiq aleyhissalam İshaq ibn Əmmara dedi, bəl iqra'hu vanzur fil mishaf fəhuvə afdal. Oxu, baxaraq, gözün Quran ayələrinə neynəsin? Toxunsun, dəysin. Bu da əfzəl dində. Əma əlimtə, bilmirsən ki, ənnən nazara fil mishaf ibadətun. Qurana baxmaq özü nə sayılır? İbadətdir. Əzbər oxusun, bu ibadətdən nə olacaq? İnsan uzaq olacaq. Deməli, Qurana baxaraq oxumaq şeytanı neynir? Uzaqlaşdırır. Niyə? Çünki ibadətdəsən və ibadətdə olan şəxsdən də nədir? Şeytan uzaq olar. Sonuncu hədisimiz deməli, Səmi'tu Rəsulallah, Əbu Zər Allah Rəsulundan nəql eləyir, buyurur ki, eşitdim Allah Rəsulu buyurur, İmam Əli əleyhissalama bir neçə tövsiyə dedi, o tövsiyələrdən də biri budur. Ən-nəzaru ilə Əli ibn Əbi Talib ibadətun. Əli əleyhissalama baxmaq ibadətdir. İnşallah bu haqda geniş mövzumuz olacaq. Adi möminə baxmaq müəyyən şərtlərlə, onun özü də ibadət sayılacaq, şərtlər var orada. İmam Əli əleyhissalama baxmaq ibadətdir. Fatimə Zəhra salamullahi əleyhaya baxmaq ibadətdir. İmam Həsən əleyhissalama baxmaq ibadətdir. İmam Hüseyin əleyhissalam. İbadət o deməkdir, Allaha olunan ibadət. Elə səhv nəzərə düşmür. Qurana baxmaq ibadətdir. Allahdan başqasına ibadətdir, yox hələ Allaha ibadətdir. İmam Əli əleyhissalama baxmaq ibadətdir. Ən-nazar iləl valideyni bi rəfətin və rəhmətin ibadətun. Ata-anıya mərhəmət və şəfqət gözü ilə baxmaq ibadətdir. Bəziləri ata-anasını aparır, hara qoyur? Qocalar evinə.
Çox təəssüflər olsun. Həmən bu insan, həmən bu ibadətdən, valideynə baxmaq ibadətindən nə olur? Məhrum olur. Və ibadətdən də uzaq olanın yanında nə olar? Şeytan olar. Valideynə baxmaq özü nədir? İbadətdir. Ən-nazar fis-sahifə ibadətun. Quran vərəqinə baxmaq nədir? İbadətdir. Ən-nazar iləl-kə'bəti ibadətun. Kəbə evinə baxmaq nədir? İbadətdir. İbadət yenə təkrar edirəm. İbadət sırf Allaha məxsusdur. Allahdan başqasına ibadət eləmək olmaz. Bu ibadətlərin mənası nədir? Adəmə səcdənin mənasındadır. Başqa mənası yoxdur. İndi Vəsail-i Şiyyə təkrar edirəm. Vəsail-i Şiyyə 6-cı cild mötəbər kitabımız səhifə 183 7682 nömrəli hədis. Bu hədisin üstündə dayanıram. Sənədini oxuyuram. Həmzə ibn Muhammed el-Ələvi nəql edir Əli ibn İbrahimdən. Əli ibn İbrahim də nəql edir İbrahim ibn Hişamdan. O da Nofəlidən, Nofəli də Səkunidən, Səkuni də İmam Cəfər Sadiq əleyhissalamdan. Həmən bu sənəd Mevsuat Əhadis Əhlil Beyt kitabında Şeyx Hadin Nəcəfinin yazılır ki, Həsənətül İsnad. Bu hədisin sənədi nədir? Həsəndir. Bizim məzhəbdə olan həsən hədis başqa məzhəblərdə səhihin hökmündədir. Bunu da vaxtında izah eləyərəm, necəsi. İmam Cəfər Sadiq əleyhissalam atası İmam Baqirdən ən abaihi, İmam Baqir də atalarından qalə buyurdu, mən qara'əl Qur'anə. Deməli, hədis mötəbərdir, Əhl-i Beytin dilindən çıxıb. Kitabda mötəbərdir. Alimi də, mühəddis. Mən qara'əl Qur'anə. Kim Qur'anı oxuya? Məsələn, mən. Yə'kul bihin nas. Qur'anla cəmaatı yesə. Yəni, Qur'an olur mənim üçün nə? Cəmaatı yemək üçün bir alət. Nəuzu billah. Bir nəfər Qur'anı oxuya, cəmaatı yemək üçün. Cəə yevməl qiyaməti və vəchuhu azmun la ləhmə fihi. Qiyamət günü gələcək, üzü sümükdən, azmun sümük deməkdir. Üzü sümükdən həmən bu qari Quranın la ləhmə fihi. Üzündə ət olmayacaq. Həmən bir qayda, ümum bir qayda deyirəm sizə. Qiyamət günü əzası naqis gələn o cəhənnəmə ya əbədi daxil olanlardan olacaq, ya da ki, daxil olub, müəyyən əzabı görüb, çıxıb cənnətin aşağı pillələrində yer tapacaq. Cənnətə girən çıxmır. Amma cəhənnəmə girən bəzi insanlar orada əbədi qalacaq, bəzi insanlarsa oradan müəyyən müddətdən sonra çıxacaqlar. Deməli, Qur'anı cəmaatı yemək üçün istifadə edən şəxs cəhənnəm əhli hesab olunur. İndi Qur'an oxuyanda pul almaq olar ya olmaz, Qur'an xətmi üçün pul almaq olar ya olmaz, bunun geniş fikri bəhsi var. Çünki bir hədisdir. Hədisin müqabilində başqa bir hədis var. Bu hədisi oxumaqda məqsədim odur ki, hər bir müsəlman Qur'an-ı Kərimi cəmaatı hidayət etmək üçün bir alət qərar verməlidir. Nə ki, cəmaatın əlində olan var dövlətini əlindən almaqsın. Salavat zikr eləyək Muhammed və Deməli, imanımızın artması üçün səbəblər dedik ondan artıqdır. Biri, Qur'an-ı Kərimi oxumaq və yaxud dinləmək. Qısa o izaha əsasən. İkinci şərt zikirdir. Allahı zikr eləmək.
Zikr eləmək səbəb olur ki, insanın imanı neynəsin? Güclənsin. Allah Teala Qur'an-ı Kərimdə əvvəl müqəddimə olaraq 2 ayə oxuyayım, bir hədis oxuyayım. Sonra izaha keçəyim. Deməli, Ra'd surəsinin 28-ci ayəsində Rəbbimiz buyurur. İmanımızın güclənməsi üçün bir nəfər sizə sual verdi. Namaz qılıram, amma imanım zəifdir. Mən neyniyim? Deyəcəksən ki, Qur'anı verdiyimiz qısa izahla çalış, əldə elə. İkinci, zikr eləmək. Zikr necə olacaq? Bismillahirrahmanirrahim. Əl-ləzīnə əmənu və tatmainnu qulubuhum bi zikrillah. O kəslər ki, Allaha iman gətiriblər, onların qəlbi Allahın zikri ilə nə olar? Aramlıq tapar. Aramlıq tapan qəlbdə cəhl yoxdur, şək yoxdur və buna bənzər hallar yoxdur, tərəddüd yoxdur. Aramlıq o mükafatın şəxs əldə eləyə bildirsə, o bayaqki şərtimiz kimi Qur'anı tədəbbürsüz 10 dənə xətm elə və bir ayəni tədəbbürlə xətm elə, o bir ayə ondan olacaq, əfsəl olacaq. Zikir də o cür nədir? Zikri hələ biz Subhanallah, Subhanallah, Elhamdülillah, savabı var, xeyri də var, amma vədə verilən mükafat deyil. Qəlbimiz niyə aram olmur? Çünki Allah deyir axı, zikr elə, qəlbin nə olacaq? Aram olacaq. Zikr eləyirəm, amma qəlbimdə aramlıq nədir? Yoxdur. Niyə? Çünki mən zikri şəriət şərtləri ilə canlandırmıram. Allah zikri ilədir, fəqət insanın qəlbinə olar, aramlıq tapar. Bu bir ayə. İkinci ayə. Cümə surəsində 9-cu ayə. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu izə nudiyə lis-salati min yevmil cüm'əti. Deməli, cümə günü namaza car çəkilsə, möminlər dəvət olunduğu məqamda fəs'u ilə zikrillah. Allah əmr eləyir ki, mənim zikrimə neyinin? Tələsin. Namaz özü də nə sayılır? Allahın zikri sayılır. Və zərul beyə, alqı satqını tərk eləyin, o sizin üçün daha xeyirlidir. İndi diqqət edin. Bir hədis lazımdır bizə. Salavat zikri eləyək Muhammed və Ali Muhammed. Deməli, Vəsail-i Şiyə 7-ci cild səhifə 157. Hədisin nömrəsi 8996. Zikir dildə asandır, amma Əhl-i Beytin dilində zikir hələ o Quranın tədəbbürü kimi bir məsələdir. Diqqət eləyək. Deməli, İbn-i Əbi Ya'fur İmam Cəfər Sadiq əleyhissalamla nəql eləyir. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: Sələsun la tutiquhunnə ən-nasu. Bəzi hədislərdə gəlib la tutiquhunnə əl-ummətu. Bu hədisdə gəlib nas, cəmaat. Başqa bir hədisdə gəlib ümmə, ümmət. 3 şeydir ki, onu insanlar tab gətirməz. İnsanlar ona dözüm nümayiş etdirməz. Hansıdır o şey? 1. Əs-safahu anin-nas. Safah, bağışlamaq, keçmək. Bir insanın digər insandan keçəcəyi, o onun haqqını tapdaladıqda, bu nədir? Taqət nümayiş etdirmək nədir? Çətindir. Barmaq sayı insanlar olar ki, o neyniyər? İnsanları bağışlamaqda, öz həmcinsini bağışlamaqda neyniyər? Qüvvət nümayiş elətdirər. 2. Muvasatul əx əxahu fi malihi.
Qardaş, yəni müsəlman qardaş digər müsəlman qardaşını öz malında şərik eləmək. Təbii ki, bunlar hamısı şərti şürutlandır. O yatsın, sən ged işləginə. Yox, elə nəzərdə tutulmur. İşləyə bilər, işləmir. İş var, işləmir. Ki, İmam Cəfər Sadiq əleyhissalam buyurub ki, sənin biraz əlində pulun var, ondan mənə nə etməlisən? Verməlisən. İmam deyib. İmam elə demir. Başqa hədislərdə var. Hamısın bir yerə yığandan sonra nəticə götürülür. Quranda ayə var ki, İnnəllaha yəğfiruzzunubə cəmiə. Allah Teala bütün günahları bağışlayır. Bütün günahları bağışlayır? Yox. Başqa Quran ayəsi deyir ki, şirki bağışlamır. Yəni, bir ayə ilə deyil, bir hədislə deyil. Ayələr, hədislər cəm olur, sonra nəticə əldə olunur. Bir ayəni götürüb hökm çıxartmaq olmaz. Ehtiyacı olan və yaxud bu onun yeridir. Həmin adam işləyə bilər. İşdə var. Amma o gedib işləsə, məsələn, filan iş düzələ bilməyəcək. Yerinə baxıb şəriət çərçivəsində və sonuncu mövzumuza aid olan üçüncü və zikrullahi kəsirən. İmam buyurur ki, üç şeyi insanlar tab gətirə bilməz, dözüm nümayiş etdirə bilməz. Üçüncü nə oldu? Allahı çoxlu zikr eləmək. İmam deyir ki, Allahı çox zikr eləmək insanların çoxunun taqəti buna yoxdur. Dözüm nümayiş elətdirə bilmirlər. Deməli, Allahı çox zikr eləmək nədir? Çətin, ağır, insanda dözüm, qüvvət, israr tələb eləyən məsələlərdən biridir ki, bu məsələlərdən də, bu deyək, sifətlərdən də insanların çoxsu məhrumdur. İndi keçə gün Qur'an-ı Kərimə. Allah Teala Qur'an-ı Kərimdə Əhzab surəsi 41-ci ayədə buyurur. Bismillahirrahmanirrahim. Ya eyyuhəllezine amenu uzkurullaha zikrən kəsira. Ey iman gətirən şəxslər, Allahın eynin çoxlu zikr eləyin. İndi belə bir məsələ var. Qur'an-ı Kərimi tədəbbür eləmək bizim hamımızdan tələb olunur. Allah tələb eləyir də. Özü də deyir ki, ayənin sonunda Rəbbimiz belə buyurur. Əm alə qulubin əqfaluha. Tədəbbür eləməyənin qəlbinin üzərində nə var? Qıfıl var. O qıfıl üçün açarı axtarmalıdır. Açarı tapandan sonra onu açmaq tələb olunur. Yəni, tədəbbür etməyənin qəlbində nəyi var artıq? Qıfılı var. Və qıfıllı şəxslərin də sayı nə qədərdir? Saysız hesabsız. Allah Teala deyir, məni çoxlu zikr elə. İmam deyir ki, çoxlu zikr eləmək insanlar dözüm nümayiş elətdirə bilmir. Allah deyir, məni çoxlu zikr elə. İmam deyir ki, bəndələr dözüm nümayiş elətdirə bilmir. Yəni, hər adama nəsib olan iş deyil. Tədəbbür kimi. Allah tələb eləyir, səy göstərməliyik. Zikrul kəsir, çoxlu zikr eləmək. Allah tələb eləyir, biz əvvəldən deməli deyilik ki, mən bacarası işdir. Elə şey yoxdur. Sən səy göstərməlisən. Necə məsələn ağır bir yükü daşımaqda, məsələn bir nəfər yolda 20-30 kiloqramlıq qızıl kisəsi görsə nə edir? Ağırdır da, oradan bir-iki dənə götür, get. Olar? Niyə olmaz ki? Get də. Get. Yox, o yükü əzələlərinin damarları partlayana qədər, parçalana qədər onu neyəcək? Aparmalıdır.
Buna gücün çatır, səbrin çatır, hətta ölüm-dirim mübarizəsinə girməyə hazırsan. Amma zikrullah yox, ağır bir şeydir mən bacım. Sən nə vaxt o kisənin bir tərəfindən yapışdın ki, onun ağırlığını hiss elədin? Bizim müsibətimiz buradadır. Əla kulli hal. Sonuncu ayəmiz. Allah Teala Nisa suresi 142. ayədə bizi diqqətli olmağa dəvət edir. Ayədə bir neçə məqam var. Allah Teala buyurur münafiqlər haqqında. Deməli, Bismillahirrahmanirrahim. Və izə qamu iləs-salati qamu kusala. Kusala kəslan kəlməsinin cəmidir. Kəslan yəni tənbəl, süst. Deyir, münafiqlər namaza qalxanda necə qalxarlar? Əldən düşüb, tənbəl. Yuraunən nas. Deməli, tənbəl və riyakarlıq və sonuncu. Və la yəzkurunəllaha illə qəlila. Dildə də Allahı nədir? Az zikr eləyərlər. Deməli, müsəlmanın münafiq sifətində olmaması üçün, münafiqə bənzəməməsi üçün müsəlman nə etməlidir? Allahı çox zikr eləməlidir, riyakarlıq etməməlidir, namaza da qalxanda yorğun da olsa belə necə qalxmalıdır? Hay maşallah, ürəklə, şövqlə, məhəbbətlə, bu dəqiqə əlindən çıxacaq, o cürünə qalxsın. İndi, bu Qur'an-ı Kərimdə. Üçüncü şərt, o çox olacaq, ona o saxlayaq başqa bir dərsə, bu iki şərtlə kifayətlənək. Hədis oxuyacağım Əhl-i Beytdən zikr haqqında, onu ilə də mövzumuzu xətm eləyək. Salavat zikr eləyək Muhammed var. Vəsail-i Şiyə 7-ci cild səhifə 154 8985 nömrəli hədis 8986 və 8991 və 95 hədislərdə çox gözəl məqamlar var. Onları əldən vermək olmaz. Deməli, birinci hədis, 5-ci bab, Allahı çox zikr eləmək babı, Əhl-i Beytdən olan hədislərdir. Davud ibn Sərhan İmam Cəfər Sadiq əleyhissalamdan nəql edir. İmam Cəfər Sadiq əleyhissalam da öz sənədini birləşdirir Peyğəmbərimizə Muhammed sallallahu Allah Resulü buyurur: "Mən əksərə zikrallahi əhəbbəhullah və mən zəkərallaha kəsirən kutibət ləhu bəraətan." Kim Allahı çox zikr eləsə, Allah Resulü buyurur ki, əhəbbəhullah, Allah onu neyniyər? Sevər. Deməli, Allahı çox zikr eləmək istər-istəməz Allahın məhəbbətin sənə neyniyəcək? Cəlb eləyəcək. Deməli, Allah Teala ki, o zikirlə deyir, qəlblər aram olacaq. İndi Subhanallah, la ilahə illallah gündə namazda eləyirik. Niyə qəlbimiz aram olmur? Çünki zikrimiz azdır, hələ azdır yox. Çox zikr eləsin, Allah səni neynəyəcək? Sevəcək. Və kim Allahı çox zikr eləsə, kutibət ləhu bəraətan. 2 bəraət kağızı əldə eləyəcək. Hansıdır? Bəraətun minən nar, oddan bəraət, bəraətun minən nifaq və münafiqlikdən. Yəni həmin o insan cəhənnəm odu və münafiqlik sifətindən nə olacaq? Həmişə uzaq olacaq. Niyə? Çünki o zikrul kəsir ona bu məqamı bəxş elədi. İkinci hədis.
İbnül Qaddah İmam Cəfər Sadiq əleyhissalamdan nəql eləyir. Bu çox gözəl hədisdir. Diqqət edin. Hər şeyin, imam buyurur, hədisin məzmunu belədir. Hər şeyin həddi var, amma zikrin həddi yoxdur. İndi biz belə bir hədislə Quranı bir yerə cəm eləyəndə belə bir nəticə əldə eləyirik. Zikir bölünəcək iki hissəyə. Bir, zamanla məxsus olan zikirlər. Bir də zamanı olmayan zikirlər. Həm o zikir, həm bu zikir ikisi bir yerdə çoxlu zikir təşkil eləyəcək biz üçün. İndi diqqət eləyək. Ma min şeyin illa və lehu haddun yentehi ileyh illa zikr. İmam buyurur ki, hər bir şeyin həddi hüdudu var, ona çatanda dayanır zikirdən başqa. Misal ver görək. Deməli, indi misallar gətirim sizə. Şəhru Ramazan, Ramazan ayı. Fəmən saməhu fəhuvə hədduhu. O 30 günü əvvəldən axıra qədər tutdun, o onun neyi sayılır? Həddi sayılır. Ramazan ayının əvvəlindən başladın, sonuncu günündə Ramazan ibadəti nə oldu? Həddində dayandı, davam eləmir. Orucluq kimi əzəmətli ibadət nə sayılır? Məhdud bir ibadət sayılır. Bu bir. Həcc. Fəmən həccə fəhuvə hədduhu. Həcc ziyarəti. Kim şəriət şərtləri ilə həcci yerinə yetirsə, o həccin neyi sayılır? Həddi sayılır. Məhərrəm ayında sən həcc ziyarəti eləyə bilməzsən. Vaxtla məhduddur və əməllə məhduddur. İllə zikr. Zikirdən başqa. Fəinnəllah əzzə və cəl ləm yarda minhu bil qalil. İmamımız buyurur ki, Allah az zikirdən razı deyil. Fələm yecəlləhu hədd. Və Allah Teala imam buyurur ki, zikir üçün hədd qoymayıb. Hətta yentəhi ileyh ki, o həddində dayansın. Sonra imam bu ayəni oxudu. Ya eyyuhəl-ləzīnə əmənu uzkurullaha zikrən kəsirə və səbbihuhu bukrətən və asila. Qalə, ləm yecəlillah həddən yentəhi ileyh. Kânə əbi kəsiru zikr. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, atam kim? İmam Baqir əleyhissalam kəsiru zikr. Allahın dediyi o kəsiru zikr əhli kim idi? İmam Baqir əleyhissalam. Və başqa kəlmələr də var. Keçək digər bir hədisə. Yərhəməkumullah, Allahümmə salli alə Muhammed və alə Muhammed. Deməli, İmam Cəfər Sadiq əleyhissalam öz əshabına məktub göndərir. Buyurur, əksiru zikrəllah məstətə'tum fi kulli saatin min saatil leyli və nəhar. Gecə və gündüz bacardığınız qədər Allahın zikrin neyinin çox eləyin. Fə innəllahə əmərə bi kəsrətə zikr. Allah Teala çox zikr eləməyi əmr eləyib. Vallah zakirun limən zəkərəhu minəl müminin. Allah Teala kim onu zikr eləyirsə, onu öz nəzərindən kənar saxlamaz. İndi diqqət edin. İ'ləmu, bilin. Ənəlləhə ləm yəzkuruhu əhədun minə ibadihil müminin illa zəkərəhu bi xeyr. Deyir ki, Allahın mömin bəndələrindən hər biri Allahı zikr elədisə, məsələn, sən bir Subhanallah, la ilahə illallah deyirsən, Allahın zikri isə sənin haqqında ondan daha xeyirlidir. Məsələn, Quran ayəsinə, ayətəl kürsünü mən zikr kimi oxusam, onun nə qədər faydası var? Onları, mənim bir zikrimi Allah Teala daha xeyirlisin mənə neynir? Qaytarır. Sonuncu hədisimiz, bundan da mövzumuzu xətm eləyirik. İmam Baqir əleyhissalam buyurur, 8995 nömrəli hədis.
İnnel meleke yenzilu bi sahifetin evvelin nehar. Buradan, bu hədisdən bir məsələ çıxır ortaya ki, sağımızda, solumuzda olan mələklər xeyir əməlimizi və şər əməlimizi yazırlar. Bundan da əlavə bir mələk də var gündə, hər gün nə qədər ki həddi buluğdan insana Allah Teala ömür verib, hər gün bir mələk enir və səmaya üruc eləyir. Burada biraz bizdən zəkalı olmaq tələb olunur. Asan bir şeydir. İnnel meleke yenzilu bi sahifetin evvelin nehar ve evvelil leyl. Gecənin əvvəli və naharın əvvəlində bir mələk enir. Fəyəktubu fiyhə əməl ibn Adəm. Adəm evladının əməllərini yazır. Xeyr, şər, fərqi yoxdur. Nə eləmsən yazır. Fəəmlu fi əvvəlihə xeyrən və fi axirihə xeyrən. İmam buyurur ki, İmam Baqir əleyhissalam Allah Rəsulundan nəql edir. Allah Rəsulu buyurur ki, onun əvvəlinə və sonuna da xeyir imla eləyin. Yəni əməl sahibi, ey Adəm evladı, o səhifənin əvvəlinə də, sonuna da nəsə elə o xeyir kimi imla olunsun ora. Nə diyor? فَإِنَّ اللّٰهَ يَغْفِرْ لَكُمْ فِي مَا بَيْنَ ذَلِكَ. O imlanın əvvəlində ki bir imla elədin və sonunda bir imla elədin, Allah Resulü İmam Baqir əleyhissalamla nəql olunan hədisdə buyurulur ki, bu iki imlanın ortasında nə varsa Allah Teala onları neynəyər? Bağışlayacaq. İnşallah, əgər Allah istəsə bu qeydini. İnnəllaha yəqul uzkuruni əzkurukum. Zikr edin mənə, yad eləyin, mən də sizi yad eləyim. Və yəqulullah və lə zikrullah əkbər. Allahın zikri əkbərdir, daha böyükdür. Deməli, yuxu hesabı yoxdur. Yatdım, ayıldım, neyniyim? Bir imla tələb olunur məndən. La ilahə illallah, subhanallah, əşhədü ən la ilahə illallah, Muhammed Resulullah, Aliyyəm və Aliyullah. Bir zikir elə, gözü açan kimi. Axşam yatmağıma az qalıb. Bir dənə də o məqamda neynə? Zikir elə. Əvvəlinə xeyir imlun olsun və sona da bir xeyir imlun olsun. İnşallah imam dediği kimi onun ortasında neynəmişiksə Allah Teala bizləri neynəyər? Bağışlayar. Deməli, imanın güclənməsi üçün bir neçə vasitə vardır, bir neçə səbəb vardır. Biri oldu Qur'an-ı Kərimi oxumaq və dinləmək, yərhəməkumullah, əsabənə əsabəkum. Və ikincisi də Allahı çoxlu zikr eləmək. Zikrin haqqında çox danışmaq olar və o haqda da inşallah danışacaq. Allaha and verirəm İzzət Cəlalına xatir bizi Qur'anı tədəbbür əhlindən qərar versin. Allaha and verirəm İzzət Cəlalına xatir bizlərə ən azından heç olmasa bir ayəni şəriət dediyi tərzdə tədəbbürünə müvəffəq eləsin. Allaha and verirəm İzzət Cəlalına xatir bizi kəsiruz zikirlərdən qərar versin. Allaha and verirəm İzzət Cəlalına xatir zamanə imamının zuhurunu təcil eləsin. Salavat. Allahümme salli ala Muhammed.